kilometrajına baxa bilərik, nə qədər getmişik. Təmiz elektriklə 12698. 3800 kilometrdə mühərrikimiz işləyib, düzdür? Bəli. Ümumilikdə 16000 kilometr gedib. 200 kilometr olmağına baxmayaraq, reallıqda, belə deyim də, 150-160 kilometr sürürsən. 150 kilometr sayaq. Amma Bakı şəhərində 150 kilometr hara bir başdan o birisi başına 50 kilometr 60 km məsafə vardı. Arzumdan Beybətə qədər. Bir illə tutaq ki 5000 kilometr mühərrik işləsə, 100.000-i sürmək üçün 20 il keçməlidir. Bura salon. Mənə daha praktik olardı, qara olsaydı. Daha praktik ol. Yəni belə deyim, bunun baxımı bir balaca havalda hiss olunurdu ki, bu Çin maşınıdır. Tam özünü elektrik maşını kimi aparır. Fikrim burada bateriyadadır. Yəni burada 81% göstərən. Ki deyirlər bu motorların resursu 100.000-dir.